Uşaqlar salam. Bu günləri Şahin İbrahimovun Respublika Fən müsabiqəsinə hazırlaşanlar üçün olan kitabından Sınaq 20-nin izahına baxırıq. Demək, burada qrafik təsvir olunub və qrafik əsasən də aşağıdakılar yazılıb ki, X qazının həll olmasının temperaturdan asılı qrafiki yuxarıdakı kimidir. Grafikin deməli sol yuxarı tərəfinə baxanda görərik ki, yazılıb həll olma qabiliyyəti 100 milli ilə verilib. Və yazılıb ki, asılı qrafiki yuxarıdakı kimidir. Buna əsasən 25 dərəcədə 200 qram su və 40 qram X qazından hazırlanmış məhlul üçün aşağıdakı ifadələrdən hansı doğrudur? Baxın, burada bunun həll olmasını tapanda, KH-ını tapanda 40-ı bölürük 200-ə, vururuq 100-ə və nəticədə 20 qalır. Deməli, nə istəyir? Birincidə doymamış məhluldur. Bizdən nə istəyir? Doğru olanları istəyir. Birincidə deyir, doymamış məhluldur. Bəli, doymamış məhluldur. Yəni, daha da həll maddə tökə bilərik, əlavə edə bilərik. İkincidə deyir, temperatur 40 dərəcəyə qədər artırılarsa, məhlul doymuş olar. Bəli, bu da doğrudur. Niyə? Çünki temperatur artdıqca orada elə bil ki, belə deyim də, həm məhlulun maddənin həll olması artır, həm də suda azalma gedir. Üçüncüdə temperatur 10 dərəcəyə qədər artırılarsa, məhlul doymuş olar. Xeyr, bu doğru deyil. Ona görə də düzgün cavab 1 ilə 2 D variantıdır uşaqlar. Gəldik ikinciyə. İkincidə bizə deyir ki, aşağıdakı maddələrdən hansı məhlulda turş mühit yaradır? Uşaqlar, məhlulda hidrogen iyonları varsa, burada əsasi mühit yaranır. OH iyonları varsa, üzr istəyirəm, hidrogen varsa turş mühit yaranır. OH iyonları varsa əsasi mühit yaranır. Diqqət edin uşaqlar, birincidə H2SO4-dür. Burada hidrogen iyonu var, demək ki, turşdur. İkincidə NH4 OH-dır. Burada əsasidir. Çünki OH iyonu var. Üçüncüdə HNO3-dür. HNO3. Burada da hidrogen var. Turş mühitdir. Dördüncüdə kalium OH-dır. Burada da OH olduğuna görə əsasidir. Beşincidə magnezium OH2-dir. Burada da OH var. Əsasi mühitdir. Altıncıda H-xlor var. Burada da hidrogen olduğuna görə turş mühitdir. Demək, hansında hidrogen varsa turş mühitdir, hansında OH varsa əsasi mühitdir. Onda hansı olur? 1, 3, 6, bu da elədir A variantı. Gəldik üçüncü suala. Üçüncü sual. Aşağıdakılardan hansı neytral mühiti xarakterizə edir? Mühit neytral olmaqdan ötürü uşaqlar, hidrogen və OH-ın sayı bərabər olmalıdır. Yəni, H OH-a bərabər olmalıdır. O da A variantındadır. H OH-dan böyük olarsa turş mühit, OH H-dan böyük olarsa əsasi mühit yaranar. Deməli, dördüncü sualda deyir ki, pH 2-yə bərabərdir olan A milli natrium OH məhlulu ilə pH 12 olan B milli H-xlor məhlulunun qarışdırılmasından alınan məhlulu üçün hansı ifadələr doğrudur? Diqqət etsək görərik ki, burada H-xlorun qatlığı biraz artıqdır. Yəni, pH-ı daha doğrusu bir qədər artıqdır. Natrium OH-da isə deməli 2-dir və İndi baxaq variantlara. Birincidə deyir ki, A böyükdür. Bir dəqiqə. Aha, itirdim yerini. Birincidə deyir ki, A böyükdür B olarsa, doğru istəyir bizdən. A böyükdür B olarsa, əsasi mühit yaranar. Təbii ki, A, B-dən böyük olanda əsasi mühit yaranmalıdır. Çünki orada bayaq da izah elədim ki, OH-ın sayı artıq olacaq. Amma bunun əksi olanda turş mühit yaranar. Baxın, elə ki də onu deyir. A kiçikdir, B olarsa turş mühit yaranar. A bərabərdir, B olanda neytral mühit yaranar. Bəli, uşaqlar, baxın, burada ikinci sualda onun izahını vermişdim ki, və eyni zamanda da üçüncü sualda onun izahını vermişdim ki, əgər turşu tərəf daha qüvvətli olarsa turş mühit, əsasi tərəf qüvvətli olarsa əsas mühit, yəni bu pH-a da öz təsirini göstərir. pH əsas tərəfdə çox olanda, yəni əsasi, turşu tərəfdə çox olanda turş, bərabər olanda isə neytral mühit yaranır. Demək ki, burada doğru olan ifadələr
doğru olan ifadələr hər üçü də doğrudur. Bu da D variantıdır. Gəldik 5-ciyə. 5-cidə deyir ki, söz tənliyi verilmiş reaksiyalardan hansında naşatır spirti alınır? Uşaqlar, biz bilirik ki, naşatır spirtinin formulu NH4OH-dır və bu da nədən alınır? Baba, diqqət eləsək içinə nə görərik biz burada? Elə bil biz görürük ki, NH3 üstə gələk H2O alınır NH4OH və H2O-nun da açıq yazılışı uşaqlar, açıq yazılışı. Baxın, belədir. HOH 2 hidrogen 1 oksigen və bu H gəlir 3-ə birləşir 4 olur. Bu OH da gəlir keçir bunun yanına. Olur NH4OH və onun yazılışı da hansıdır? Amonyak, üstə gələk su, o da elədir C variantı. Gəldik neçənci sualımıza 6. Eksotermik reaksiyaların söz tənliyini müəyyən edin. Deməli uşaqlar, eksotermik reaksiyalar bütün birləşmə reaksiyaları eksotermik, parçalanma reaksiyaları isə endotermik reaksiyalardır. Bəzi istisnalarımız var ki, məsələn N2 üstə gələk O2 alınır NO. Bu birləşmə reaksiyası olduğu halda əksinə endotermikdir. Bunun parçalanması isə parçalanma reaksiyası olduğu halda əksinə eksotermik olacaq. Demək ki, burada A variantında amonyakı parçalanma reaksiyası verib. Bu eksotermikdir yazdığım kimi. Hansını istəyir? Eksotermik reaksiyanın söz tənliyini müəyyən eləyin. Sadəcə amonyak yazıb, azot üstə gələk oksigen yazıb. Bu endotermikdir. Azot üstə oksigen. Hidrogen monoksidin parçalanması. Bu dihidrogen monoksid. Bu suyun parçalanmasıdır. Endotermikdir. Metan üstə gələk oksigen. Baxın, əslində qalsa düzgün cavab A-da ola bilərdi, D-də ola bilərdi. Sadəcə geniş şəkildə söz tənliyinin yazılmasından söhbət getdiyinə görə biz burada cavab D variantını götürürük. Və bir də diqqət eləyin uşaqlar, metan necədir formulu CH4? Üstünə oksigen gələndə yanma baş verir. Yəni karbon qazı və su alınır. Demək ki, bu metan nədir uşaqlar? Bizim məişətdə, yemək bişirəndə istifadə etdiyimiz qazın əsas tərkib hissəsidir. Biz qazı yandıranda uşaqlar, adicə əlimizi oraya yaxınlaşdıranda əlimiz yanır, elə bil ki, əlimizə istilik gəlir və mətbəxdə qaz biraz çox yananda mətbəx də istilənir. Ona görə də onun yanması zamanı biz istiliyin ayrılmasını daha çox görmüş oluruq, müşahidə etmiş oluruq. Və buna görə də biz D variantını götürürük 6-cı sualda. 7-ci sualda bioyanacağı müəyyən edin deyir. Bioyanacaq kömürdən söhbət gedir uşaqlar. Üzr istəyirəm. Bioyanacağı müəyyən edin. Bioyanacaq uşaqlar deməli etanoldur, etil spirtindən, yəni bioloji yanacaq nəzərdə tutulur. Burada etil spirtidir. 8-ci sualda kondensləşmə. Biz bilirik ki, kondensləşmə prosesi qazın mayeyə keçməsidir. Bu kondensasiya və yaxud da kondensləşmə prosesi adlanır. Gəldik 9-cu suala. 9-cu sualda bizdə belə bir şəkil təsvir olunub, qrafik təsvir olunub və deyir ki, maddənin endotermik proses zamanı, yəni istilik udulan zaman, temperatur dəyişməsinin zamandan asılı qrafiki verilib. Temperatur dəyişməsi zamanı asılı qrafiki verilib, uyğunluğu müəyyən edin. Diqqət eləsəz, yazılıb ki, birində X qazdır, birində X-i bərk verib. Bərk, maye, yox, fərqli verib. Elə bildim əvvəlcə 2 dənədir, amma sonra gördüm ki, yox, 4 dənə variantdır. Demək uşaqlar, gəlin baxaq onda nə olacaq burada. Qaynama temperaturu X-də qazdan, qaz maye. İkincidə ərimə temperaturu bərkdən maye. Hardadır X-də? A-da bərkdən mayeyə keçid. Bərkdən mayeyə keçid. A-da. Bəli, bu doğrudur. Bərkdən mayeyə keçici. X-də bərk, Y artıq mayələşmə gedəcək. Bəli, bu düzdür. 3-də qaynama temperaturu mayədən
qaza keçir. Uyğunluğu müəyyən edin. Qaynama temperaturu mayedən qaza keçib. Bu da düzdür. Ərimə temperaturu mayedən bərkə keçib. Xeyr. Əgər biz bərkdən maye götürmüşüksə, indi mayədən bərkə həmin temperaturda götürmürük. Xeyr. Ona görə də düzgün cavab D variantı oldu. Gəldik sonuncuya. Sonuncuda deməli bizə deyir ki, bir saniyə görüm, aça bilsəm bunu. Aça bilmədim, nəysə. Sonuncuda bizə deyir ki, eksotermik prosesləri müəyyən edin. Bunu bayaqki sınaqda da uşaqlar mən demişdim, göstərmişdim. Deməli, endotermik bayaqları endotermiki demişdik. İndi endotermiki bayaqları nə demişdik? Bərkdən maye, mayədən qaza keçir. Endotermikdir demişdik, istilik udulur. Amma indi burada eksotermik istəyirsə, demək ki, onun əksi olacaq da. Bayaq 1 ilə 2 endotermik idisə, indi 3 ilə 4 eksotermik olacaq. Yəni, qazdan mayəyə, mayədən də bərkə keçid olacaq eksotermik. Onda da oldu B variantı. Sınaqlarımız bu qədər uşaqlar. İnşallah ki, final suallarını da yaxın zamanda paylaşımını edəcəm. Hər birinizə uğurlar arzu edirəm. Kanala abunə olub şərh yazmağı unutmayın və final suallarına da diqqət edərsiniz.